tam dəqiq sizə deyə bilmərəm. 60-70 kvadrasa yəqin ki, olacaq zalımız. Bütün mebelləri də hər bir şey təzədir, təzə alınıb qoyulub. Demək olar ki, dediyim kimi 2 ya 3 dəfə istifadə olunar ya olunmaz. Hər bir şey daxil burada saxlayacağım, bütün mebellərin, lüstrlarını. Sonra bu tərəfdə görürsünüz mətbəximizdir. Mətbəx özü də hardasa 20 kvadratdan biraz yuxarı olar, 21, 22, 20 bu civarda olar. Mebellər hamısı təzədir, bütün avadanlıqlar, 2 xaladelnik gördüyünüz kimi. Paltar yuyanı, qab yuyanı, hər bir şey var. Yəni ki, burada çölə çıxan qapı görürəm. Burada çölə çıxan o da İsrail qapısıdır, seyf qapısıdır. Onu hər ehtimala qoymuşuq ki, baxmayın 2 dənə giriş, 2 dənə çıxış olsun. Mən yenə deyirəm, təhlükəsizliyə çox önəm verirəm. Ona görə buradan da çıxış qoymuşuq. Əslində bu mətbəxin qarşısında balaca bir balkon var. Biraz onu da nəzərə almışıq ki, yay vaxtı o qapı həmişə açıq olur. Mətbəxdən balkona rahat, çayımız gəlir, yeməyimiz gəlir bu formada. Qıraqdakı spalnadır, yataq otağıdır. Aşağıda birinci mərtəbədə bir dənə yataq otağımız var. Pilləkənin altı kladovkadır. Polun üstü isti poldur. Təzə olunubdur özdə. Yəni yenə də deyirəm, ot kimidir. Yəni kombini 40-a qoyaq, belə məcazi mənada deyək də, primitiv yolla 40-a qoyanda mənzil ot kimi olur. Elxan bəy, pilləkənin forması çox xoşuma gəldi. Çox belə Pilləkən də, yəni bilirsiniz, burada biraz da geniş götürə bilərdik. Mən divarlar bir kubik gedibdi. Ondan sonra 5-6 santı boşluq buraxılıb, çoxlu pol verilib arasına. Ondan sonra pustuşka kərpiçlə bir də tikilibdi. Ona görə məndə divarlarım çox qalındır, hamısı. Monolit betondur, bütün stoykalar zadı, hamısı. Bura %100 əminəm ki, minimum 8-9 bal zəlzəliyə davamlıdır. Yuxarıdır, böyük məkandır. Görürsünüz, girən kimi böyük bilyardnadır. Yəni buna Korolevski bilyard deyirlər. İndi xırda bilyardlarda olur, bu ən böyüdür demək olar. Yəni bilyardı buradan yığışdırsaz, bura əməlli başlı geniş bir zaldır. Özünün ayrıca mətbəxi var, birinci mərtəbəyə heç bir qarışığı yoxdur. Yəni qalx 2-yə heç aşağı ilə heç bir əlaqəsi olmasın. Mətbəxi var, dincəlmək zonası var, sanitar qovşağı var. 3 dənə də spalnisi var yuxarıda. Spalnilar da yetərincə genişdir, xırda spalnilar deyil. Kommunal xidmətlər haqqında məlumat verin tam. Bir şey var, sayğac, qazın sayğacı var, hamısı texniki şərti ilə, müqaviləsi ilə, suyun sayğacı, hər bir şey, yəni burada elə bir şey yoxdur ki, qanundan kənar problem yarada biləcək bir şey olsun. Kanalizasiyası da var, bəli, qoşulub, kombinimin özünün baxış keçirilibdir, hər cür cavab verir hər bir şeyə. Yəni burada qanundan kənar demək olar ki, bir dənə də olsun bir şey yoxdur, hər bir şey. Əsas da önəmlisi, yenə də deyirəm, bağ yerinin ki, əsas suyudur. Su burada, su deyir həyatdır. Buranın suyu, yay, qış,